İran məğlub olmadı. Qalib deyil, amma məğlub da deyil. Yəni bu fikir həm də Ankaranı qane edən bir fikir olduğu üçün Azərbaycanda yayılmadı mı? Aygün xanım, mən öz fikrimi deyim, şəxsi fikrimi deyim. Türkiyənin rəsmi televiziyasının o İranla bağlı bu şərhlərinin ki Azərbaycanda bu çox populyardır. Bizim insanlarımızın bir qismi də artıq ona baxmır. Mən də doğrusu ona baxmıram artıq. Bezdim artıq. Çünki nə rəsmi Ankaranın mövqeyini müəyyən edir, nə də mövcud durumu müəyyən bu adekvat əks elətdirir. Təhrif olunur. İranda dəfələrlə dedik bu barədə, daha bir də o mövzuya girməyək. İran İslam Cumhuriyyəti adlı bu dövlət ən kəskin anti-Türk siyasəti yeridən Türk düşmanı bir ölkədir, bir hakimiyyətdir. Amma Türkiyə Cumhuriyyətində İrana bir heyranlıq var. Yəni əskidən gələn bir xət var, bir trend var ki, bu Sədinin, Hafizin, hətta Firdovsinin filanın ölkəsidir. Mən orada işləyəndə də bunu görürdüm. Hocam deyir, İran sizin təsvir elədiyiniz kimi deyil. Axı 2500 illik ən azından bunun dövlət gələneği var filan var, dövlətçilik bu ənənəsi belə də elə də. Ən azından burada 1000 illik Türk dövlətçiliğini çıxaq. Səlcuqlardan öncə Sacilər hakimiyyətin ondan 1925'e qədər çıxaq. Biz adətən, bu da xüsusi bir məsələdir, bunu da bir müzakirə eləməyə məncə gərək var, amma ayrı bir mövzudur. Bakın biz adeten deyirik ki son 1000 ildən 1925'e kadar tabii Türk hanedanları İran'da ali hakimiyyəti təmsil eləyiblər. Bu yanlışdır məncə. Hatta naqis demək istəmirəm, yarımçıqdır demək istəmirəm, yanlışdır. Çünki bakın dövlət elə o hanedanın adınla və onun siyasətinlə müəyyən. Deyək ki, Habsburglar dövləti deyirik. Değil mi? Evet. Və sonradan bu coğrafi amilə dayanmaq artıq milliyyətçilik dönəminə təsadüf edən bir məsələ. Və dünən də bir dostumuzla danışırıq. Bir Alman var. İndi bizim İranistlər bilirlər, xatırlaya bilmirəm indi. Onun bir kitabı var. Moğolların, ben onun Türkçesi var bende, Moğolların İran'ı. Yok, bu çok bağışlayayım. Moğolların İran değil, İran Moğolları. İran Moğolları. Ha, yani Mongolların oraya gelip orada hakimiyet kurması filanı. Mesele ondadır ki, eğer yazsaydılar ki bugünkü İran'ın Moğolları filan, yani o dövrdə İran adlı devlet yok idi. İran anlayışı var idi şüphesiz. Yani bir mifik bir mesele kimi o bugüne kadar kalır ama 19. əsrdən artıq başlandı. Bu da Qacarlar dövrüdür. Bu milliyetçilik o sürecinin başlanmasından sonra İran dövləti və Qacar dövləti de var idi, onu da deyək. Qacar dövləti de temeli o paralel istifadə olunur. Ondan sonraki dövrdə 1935'te bizim izleyicilerimiz bir daha bunu hatırladık. 35'te ad koyulmadı. 19. əsrdə İran dövləti adı var idi. 35'te sadece olarak Rıza Pəhləvi Avropa ülkelerine, harici ülkelere gönderdiği nota dedi ki biz Persia değilik, Persiya değilik. Biz İran'ın filan lütfen bize İran devleti olarak müracaat edin. Bugün Türkiye'de daha doğrusu son aylarda demedim ki Türkiye nedir yani bize müracaat olarak deyirsiniz. Türkiye'de bizim devletin adı. Yani bu cür misalları artırma olar. Gürcüler çok kızıldılar. Değiller niye Tbilisi'ye Tiflis deyirsiniz?
Biz de onda deyirik ki Tiflis idi də, o Rus hökmranlığı dövründə Tiflis değildi mi? Uzun müddət Quberniyanın Tiflis adı, bəli. olarak olmuşdu və elə şeylər var ki, ənənəvi olaraq o davam edir. Bugün də Persiyada istifadə olunur. Amma bu arada onu deyim, bu da bir xüsusi bir mövzudur. Baxın, bu min illik Türk dövlətləri dönəmi indiki İran coğrafiyasındaki, dəqiq ifadə məncə belə olmalıdır, coğrafiyasındaki Türk dövlətləri o tarixi videolarda, verilişlərdə Avropa filan, Persiya deyib dururlar. Bu da həqiqətən çox böyük bir təhrifdir. Və bu dedim ki, Türkiye'de bir İran heyranlığı var. Eyni heyranlıq əlbəttə ki, İngiltərədən gəlir. Əlbəttə ki, 19-cu əsrdə bu Farslarda milli şuurun gəlişməsi, sonra onun o Türklüyə qarşı yönəldilməsi və daha sonraki mərhələdə Qacarlara qarşı çevrilməsi bu İngilislərin yardımı ilə deyil, onların təhriki ilə olan bir məsələ. Neyse, bu nəzəri məsələlər, indi keçək bugünkü məsələyə. Bu budanma məsələsi həqiqətən davam edir. Baxın, fevral ayının 28-dən bu yana 38 günlük, bəzən onu 40 günlük də deyirik. Savaş, 40 günlük əməlli başlı bir savaş oldu. Və İranda artıq bilmirəm, o vaxt 20.000 hədəfin vurulmasını deyirdilər. Bu son iki mərhələdə də yenidən hədəflər vuruldu. Bir də Amerika o qiymətli o bombalarını, qiymətli o raketlərini boş yerə atmır.